Bidətin hökmü nədir? 5 hökm var da. Vacib, müstəhəb, məkruh, mübah, bir də haram. Bidətin hökmü haramdır. Dəlil? Bidət səlalət. Allah Rəsulun hədisi. Məndən sonra dinə gətirən hər bir yeniliklər, hər bir bidət zəlalətdir, Bəli. Ümumiyyətlə, bidəti zəmm edən, bidəti pisləyən bütün dəlillər bidətin haram olduğunu dəlildir. İndi sual verilsə ki, bidət deməli, haramdırsə nədir? Asilikdir, günahlardandır. Böyük günahlardandır, kiçik. Böyük günahlardandır. Bidətlər böyük günahlardandır. Bəs böyük günah olduğunun dəlili nədir? Başqa qardaşlar. Böyük günah olduğunun dəlili. Dəlil nədir ki, böyük? Ümumiyyətlə, qayda bilək, yəni qayda qoyaq. Necə təyin edək ki, bu günah kiçik günahdır, bu günah böyük günahdır? Bəli. Müəyyən qarinələr var. Məsələn, o günah üçün ki, şəriətdə hədd cəzası gəlib. Məsələn, oğurluq, zina, yalan şahidlik. O günahlar ki, ona hədd cəzası gəlib. Və o günahlar ki, ona Allahın qəzəbi, Allahın lənəti, cəhənnəm əzabı vəd edilib. Bu günahlardan birisi də nədir? Bidətlərdir. Qardaş dediyi hədisdə, sonra Peyğəmbər aleyhissalatü vesselam buyurur ki, hər bidət zəlalət və hər zəlalət də cəhənnəm odudur. Cəhənnəm odundadır. Aydındır. Bu dəlildir ki, və digər hədislər bidət haramdır və böyük günahlardan sayılır.